يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Muxtasar-ı Şemail Tirmizinin, yəni Əhl-i Sünnə alimlərindən olan o 6 kitab Səhih-i Tirmizinin sahibinin Şemail-i Muhammediyyə adında bir kitabı var. Şeyx Abbas Qummi həmin o kitabın xülasəsini çıxardı. Elə sənin metodunla sənə qarşı oyun oynamaq da olar. Məsələn, sən söhbət əsnasında deyirsən ki, Səhih-ü Tirmizi. Səhih-ü Tirmizi. Bu da sənin xətan. Yəni, sənin variantınla getsən, mən də belə deyirəm. Bu da sənin xətan və sənin yalanın. Çünki Əhl-i Sünnədə belə bir kitab yoxdur. Sünən-ü Tirmizidir. Çünki Səhih-ü Tirmizi ola bilməz. Əhl-i Sünnədə bu 6 kitab sənin dediyin kimi 6 səhih deyil. Kutubu Sittə. Fəqət 6 kitabdır. Bizdə belə deyilir, Səhiheyn. 2 səhih. Yəni Buxarı və Muslim. Amma Nəsai, İbn-i Məcə, Əbu Davud və Tirmizi bunların kitabları sünən gedir. Səhih yox. Bu xətabı da qeyd edirəm ki, başqa dərslərində bu xətanı etməyəsən. Və mən çox təəssüflər edirəm ki, bəzi şiə qardaşları da onun dediyinə təslim olur. Deyir ki, orada məndə səhv tutur. Şeyx Cavid deyir ki, Səhih Tirmizi. Səhih Tirmizi yoxdur. Sünən-ü Tirmizi. Səhv edir Şeyx Cavid. Bir şiə qardaşlardan biri ilə rastlaşdıq. Çox narahatçılığım izhar elədi ki, acı səndə belə bir səhv tutub, sən ki bu kitabların içində sən ayıra bilmədin ki, Səhih Buxarı, Səhih Müslimdən başqa, bunlar başqa kitaba səhih demirlər. Dedim ki, sən də Əbu Zeyddə eşitsinlər. Və bu kitabı qəşəng yaxınlaşdır. Səhih Tirmizi. El-Cami'us Sahih. Tirmizinin adı, kitabının adı. El-Cami'-es-Sahih. Mən hansı dildə bunu oxuyayım, necə deyim bunu ki, başa düşsün. Başa düşmürəm, mən neyiniyim? Əllamə Əhliyin çəkdiyi əziyyəti mən bu günləri çəkirəm. Vallahi bu kitabı mən yazmamışam. Kitabın üstündə, yaxşı üstün evdə düzəltdirmişəm. Görə içində nə yazılır? El-Cami'-es-Sahih. Yaxşı, sən Həcəylur ağaya görə bir dənə də çevirin. El-Cami'-es-Sahih. El-Cami'-es-Sahih. Bir də çevirin. Yox, vaxt yeməlidir. بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كونوا قوامين لله شهداء بالقسط ولا يجرمنكم شنآن قوم على ألا تعدلوا اعدلوا هو أقرب للتقوى واتقوا الله إن الله خبير بما تعملون. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun.
Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.